Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 27 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacağıq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanışlıq başlığı ilə məlumat yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-sında Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub. Bu yazımızın davamı isə ikinci səhifəmizdə yer alıb. Həmçinin qəzetimizin ikinci səhifəsində Prezident İlham Əliyev İsmayıllı şəhərində Talıstan Liseyinin binasının açılışında iştirak edib başlıqlı məlumat da dərc edilib. Azərbaycan Coca-Cola Bottlers MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb başlığı ilə məlumat üçüncü səhifədə öz əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-sında Azərbaycan Coca-Cola Bottlers MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Anadolu qrupunun idarə heyətinin fəxri sədri Tuncay Özilhan və Azərbaycan Coca-Cola Bottlers MMC-nin baş direktoru Rəna Məmmədova dövlətimizin başçısına müəssisə barədə məlumat veriblər. Prezident İlham Əliyev Ukraynanın Xarici İşlər nazirini və Misir Senatının sədrini qəbul edib. Başlıqları ilə məlumatlarsa 4-cü səhifədə yer alıb. Ətraflı tanış olmaq üçün bu səhifəmizə nəzər yetirə bilərsiniz. Bakıda İslamofobiya, qərəzin ifşa olunması və stigmaların dağıdılması mövzusunda beynəlxalq konfrans işə başlayıb. Bu məlumat isə 5-ci səhifəmizdə öz əksini tapıb. Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü il dönümünə həsr olunub. 6-cı səhifədə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı dərc olunub. Tanış olmaq üçün bu səhifəmizə nəzər yetirə bilərsiniz. Qəzetimizin 7-ci səhifəsində 2025-ci il üzrə daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurulub başlıqlı məlumat yer alıb. Azərbaycan Respublikasının seçki məcəlləsinə əsasən hər il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısı tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Dövlət himni ən ülvi hissləri riqqətə gətirir başlığı ilə maraqlı bir məqalə isə 8-ci səhifədə yer alıb. İstənilən xalqın milli marşları onun milli birliyinin təşəkkülü üçün zəruri sayılır. 1917-ci ilin dekabrında Açıq Söz qəzetində görkəmli yazıcı və ictimai xadim Yusif Vəzir Çəmənzəminli bu məqamı Zəruri Məsələlər adlı yazısında vurğulayıb. Üzeyir Hacıbəyev ona cavab olaraq Milli Marş adlı məqalə dərc etdirib. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Bu zaman Xalq Maarif Nazirliyi hökumətin tələbi ilə milli himnin və dövlət gerbinin hazırlanması haqqında rəsmi təkliflər təqdim edib. İslamofobiya qlobal epidemiyaya çevrilib başlığı ilə isə 9-cu səhifəmizdə məqalə dərc olunub. İslamofobiya bəzən dövlət siyasətinə çevrilən sistemli nifrət və ayrımçılıq, bəzən isə mediada şuurlu şəkildə İslamın terrorlayınləşdirilməsi formasında üzə çıxır. Gündəlik həyatda müsəlmanlara qarşı ayrı-seçkilik, məscidlərə hücumlar, hicabla bağlı qadağalar, iş yerində və təhsildə diskriminasiya halları fobiyanın sıravi vətəndaş səviyyəsində təzahürləridir. Qəzetimizin 10-cu səhifəsində isə Zəngilanın Ağalı kəndindəki ağıllı kənd layihəsi ilə bağlı iki maraqlı yazı yer alıb. Onların başlıqlarını təqdim edirik. Quruculuğun qayıdışın ilk ünvanı, Zəngilanın Ağalı kəndi, ağıllı kənd bugünün reallığıdır. Sözgedən ikinci yazımızda qeyd edilir ki, 2022-ci il mayın 27-sində Ağıllı kənd layihəsinin birinci mərhələsinin rəsmi açılışı keçirilib. Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu mərhələdə sosial xidmətlərin əlçatanlığı da ön plana çıxarılıb. Günün siyasi nəbzi isə 11-ci səhifəmizdə tutulub. Bu səhifəmizdə əfv və amnistiya, minlərlə ailəyə sevinç gətirib başlığı ilə bir yazı yer alıb. Ötən gün Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam bir daha göstərir ki, Azərbaycan dövləti humanizm dəyərlərinə sadiq qalıb. Sərəncamda onlarla ailəyə sevinç bəxş olunub. Yüzlərlə insanın həyatında yeni ümidlər doğub. Daha bir maraqlı məlumatla davam edirik. 12-ci səhifəmizdə Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı əsir götürülmüş şəxslər gördükləri işgəncələrlə bağlı məhkəmədə ifadə veriblər başlıqlı məlumat yer alıb. Vurğulanıb ki, əsir və girov götürülmüş şəxslərin bəziləri saxlanıldıqları yerdə işgəncə, qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb. Həmçinin əsir və girov götürülmüş şəxslərin bir çoxu Azərbaycan dövləti və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş tədbirlər, eləcə də onların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən pul müqabilində azad edilib. Dünya Bugün xəbərlər rubrikasında son 24 saatın maraqlı məlumatları yer alıb. 13-cü səhifəmizdə bu rubrikada Pakistanın baş naziri İrana səfər edib.
Makron həyat yoldaşının ona şillə vurmasına aydınlıq gətirib, Avropa Ukraynaya göndərmək üçün ABŞ-dan silah almaq niyyətindədir. Böyük Britaniya Avropa İttifaqının müdafiə fonduna çıxış əldə etmək istəyir kimi maraqlı məlumatlar yer alır. Müstəqil auditorun hesabatı El-Oba Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə və müstəqil auditorun digər rəyi Tikinti Təmir Təchizat Bərpa Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə. Bu məlumatlar son 4-cü səhifəmizdə dərc edilib. İşgüzar qadınlar növbəti dəfə Şi Konqresdə bir araya gəldi. Bu məlumat da 15-ci səhifəmizdə dərc olunub. Ölkənin lider mobil operatoru Azərcell Telekom MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti Şi Konqres baş tutdu. 500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qaldı. Son səhifədə isə elmi-texniki yeniliklər rubrikasında süni intellekt mollaları da əvəz etdi. Görmə problemi olanları sevindirəcək yenilik, Tesla'nın robotu artıq ev işlərində də kömək edəcək və TikTokda yeni funksiya işə salındı başlığı ilə maraqlı məlumatlar yer alıb. Beləliklə qəzetimizin son səhifəsi həm də hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.